Cəmi 46 günə dünyanın ətrafını dövr edən bir quş var. Adı albatrosdur. Həyatının böyük hissəsini okeanların üzərində, səmalarda keçirir. İddiaya görə bu quş yerə ayaq basmadan 6 il uça bilər. Bəli, 6 il. İnanılmaz səslənir. Daha diqqətli araşdırdıqda görürük ki, quşlar suyun üzünə qonurlar, yemək yeyirlər və s. Bu da bir növ fasilə etmək sayılır. Amma bu məlumat yenə də albatrosların mükəmməliyinə kölgə sala bilməz. 3 metrlik nəhəng qanad uzunluğuna sahib olan quşlar bir dəfəyə 16.000 kilometr məsafə qət edə bilirlər. Albatrosların 21 növü var və təəssüf ki, 19 növün nəsli artıq tükənmək üzrədir. Səbəb balıqçılıq üçün istifadə edilən qarmaqlar və digər vasitələrdir. 2005-ci ildə aparılan bir araşdırma albatrosların cəmi 46 gündə dünyanın ətrafında fırlandıqlarını göstərdi. Onlar azad formada dünyanı gəzirlər. Viza dərdi yox, sərhədlər yox, səyahət xərci yox. Adam lap albatros olmaq istəyir.